Hazırda 8 fevral tarixində Alpma Taekwondo klubunun ilin ilk kəmər imtahanı keçiriləcək. Uşaqlar yüksək səviyyədə kəmər imtahanına hazırlaşır. Bütün uşaqlara uğurlar arzu edirəm. Hazırda idmançılarımızı kəmər imtahanına həm texniki olaraq, həm də fiziki olaraq hazırlayırıq. Məqsədimiz təkcə kəmər almaq yox, həmçinin düzgün texnika və intizamı öyrətməkdir. Və buradan bütün idmançılarımıza uğurlar arzulayıram. Fəqət mənim üçün xeyirlidir, çünki bütün təpikləri ata bilirəm. Mən kəmər imtahanına hazırlaşıram və bu kəmər imtahanında qırmızı kəmərə verəcəm. Mən kəmər imtahanına çox həyecanlıyam. Kəmər imtahanında mən biraz, yəni 7-ci funksiyada biraz çətinlik çəkirəm, amma onu da öyrənmişəm. Hamına uğurlar arzulayıram. Salam, mən Əlizadə Aliyə. Biz kəmər imtahanı hazırlaşırıq və imtahan 8 fevral olacaq. Mən sarı kəmərə verirəm və mən biraz heyecanlıyam. Hamıya uğurlar. Salam, mənim adım Həbibzadə Zəhradır. Mən kəmər imtahanına hazırlaşıram və biraz qorxum var. Amma çox heyecanlıyam. İnşallah ki, kəmər imtahanım uğurlar keçər.